Hər vaxtınız xeyir olsun. Bu günləri bizim sezon finalımızdır. 2025-i gözəl hisslərlə, gözəl duyğularla, gözəl nailiyyətlərlə başa vururuq və qarşıdan gələn Azərbaycan Respublikasının hərəmli insanlarının həmrəylik günü münasibətilə təbrik edirəm və onlara xoş illər arzu edirəm. Yeni il bayramımızı təbrik edirəm və ümidvaram ki, gələcək illərimiz daha böyük uğurlarla, nailiyyətlərlə keçər. Bugünkü qonağımız, sezon finalımızın qonağı, art, rəssam, dizayner, qrafik dizayner, öz biznesini qurmuş, irəliləmiş və cəmiyyətimizə faydalı olan xanımlardan biri Sevil xanımdır. Sevil xanım, xoş gəlmisiniz. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Sizdən biri adlı podkastın qonağı olmaq mənim üçün çox qürur vericidir. Çox gözəl, minnətdarıq sizə. İstəyirik siz özünüzü ətraflı təqdim edəsiniz. Qonaqlarım, bizi izləyənlər də, hər kəs bizi tanısın, ya da siz tanısın. Sonra başlayaq. Mənim adım Sevildir. Bəli, Rəssamlıq Akademiyasının məzunuyam və son 5 ildə şəxsi brendimi qurmuş bir xanımam, bir şəxsəm və bu barədə çalışıram ki, müəyyən mümkün qədər gənclərə də ötürüm öz biliklərimi, çünki bilik elə bir şeydir ki, bir nöqtədə qalmamalıdır, paylaşmaq daha faydalıdır. İlk öncə mənim biznesimin başlanğıcı 2020-ci ildə oldu, tam Covid vaxtında bu ideya mənə gəldi. Bəli, bilmirəm niyə belə təsadüfdür. Ona qədər, düzdür, akademiyanı mən bitirmişdim 2011-ci ildə və artıq 9 ilə yaxın ki, mən fərqli bir sahələrdə çalışdım. Amma bir yaradıcı insan olaraq özümü təbii ki, o sferalarda tapa bilmirdim. Kreativdən uzaq bir işlər idi. Sadəcə ofis işi idi, 9-6 qrafiki. Və bir nöqtəyə gəldim, çatdım ki, bu məni artıq bezdiribdir və mən öz üzərimdə heç inkişaf edə bilmirəm. İl başlamışdı, yəni hələ tam pandemiya girməmişdi, belə deyək. Mən xarici bir səfərə getmişdim və hədiyyə axtaranda anama ipək şal istədim seçim. Təbii ki, Azərbaycan qadınına ipək şal gözəl bir hədiyyədir. Axtarışlarımın içində gördüm ki, o istədiyim dizaynda, o istədiyim rənglərdə bir şey tapa bilmədim. Qayıtdım Azərbaycana. Özünüz hazırladınız. Burada da biraz araşdırma etdim. Buranın bazarında da biraz axtardım və gördüm ki, həqiqətən seçim o qədər də çox deyilmiş və o boşluğu görüb fürsətdən istifadə etdim. Niyə o əjdahadan bizdə yoxdur? Bəli, eyni o. Artıq var. Bəli, artıq elə var. Sevil xanım, bəs öz brendinizi qurarkən nədən ilhamlandınız, nədən belə motivasiya tapdınız? Çünki ətrafımızda istedadlı olan çox insan var. Siz demiş 9-6 rejimdə çalışan da çoxdur və birdən-birə bu həm böyük cəsarət tələb edir ki, o 9 il sonra mənim bacarığım var, bu istedad var, artıq mən bu sənətkarlığı sahibkarlığa çevirməliyəm. Bu özü cəsarətdir. Buna görə təbrik edirəm sizi. Həm də təşəkkür edirəm sizə ki, bunu artıq gözəl bir platformaya çevirmisiniz. Ətrafımızda uğurlu xanımları görmək çox sevindiricidir. Təbii ki. Bu ilham mənbəyiniz necə oldu? Əslində ilk başda mən istəyirdim ki, mənim brendim yerli bir missiya daşısın, yəni ki, bizim lokal ornamentlər, bizim xalçadan olan naxışlar, bizim tariximizin bir əksini tapsın. Yəni ana xətti bunun üzərindən getdim. Sonrasında da təbii ki, yəni mənim öz şəxsi ruhumun bir əksi də oldu. Çünki hər girən şəxs səhifəmdə görür ki, çox rəngarəngdir. Bu da məncə məni əks etdirən bir tərəfdir. Beləliklə tradisiyon motivlərlə modernin bir sintezi alındırdım. Bir sualım var, bəs siz sahibkarlıq sahəsində çalışmısınız əvvəllər? Çünki sahibkarlığın bir ideologiyası olur, bir sistematikası olur. Necə oldu ki, siz sıfırdan bunu qurdunuz və sahibkarlığa çevirdiniz? Və pandemiya vaxtı, bəli. Pandemiya vaxtı necə risk etdiniz bunu? Yox, pandemiya dediniz, öncədən bunu fikirləşmişdiniz. Pandemiya daxil olan zaman qorxu yarandı mı sizdə? Yəni ki, o idi gedə bilər, elə bir şey deyim. Qorxu çox yaranılmadı, çünki mən öz o vaxt olan işimi əldən buraxmamışdım. Yəni hər şeyi nöqtə qoyub elə başlamadım. Mən davamlı bir işdə işləyirdim, amma bu ideyanı da artıq yaratmağa başladım, belə deyək. Mən təbii ki, qorxular olurdu və mən çevrimdəki insanlarla nəylərsə məsləhətləşirdim, amma ilk başda onu deyə bilərəm ki, mən öz ideyama inandım. Mən bildim ki, bu uğurlu bir fikirdir. Çünki düşündüm ki, mənim kimi bir alıcılar da var bu bazarda. Ola bilər ki, onlar çox deyil, amma %1 10% varsa, demək, mən necəsə onları tapıb, onlar da məni tapıb və sonunda bir satış, yəni bir tanıtım olacaq.
Sizin dediyiniz o təcrübə məsələsinə də gəldikdə mən 10 il ərzində müxtəlif sferalarda işlədim. Bunun içində logistika oldu, bunun içində tədbir təşkilatçılığı oldu və digər satış, marketinq. Bunların miksi, belə deyək, bu mənə bir altyapı yaratdı ki, mən bilirdim nə edəcəm, hə müqavilə nədir, tərəfdaşlar arasında müqavilə, təhvil təhsilmaq deyim, belə sadə bir şeylərdən artıq məlumatım var idi deyənə qorxulu gəlmədi belə yox. Aha, belə deyək ki, özünüzə yaxşı background yığandan sonra, güc toplayandan sonra inamla bunu birləşdirib mən deyirəm ki, niyə öncə bunu etmədim, amma düşünürəm ki, sırf bəlkə o yaşda mən artıq müxtələşib, bəli, hazır idim, pişmişdim artıq bunu etməyə. Doğru zamanda, doğru işdə. Sevil xanım, bəs siz qrafik dizayner olaraq bu rəssamlığı deyə qurmuş bir şəxs olaraq xanımlarımıza, xüsusən xanımlarımıza ən böyük tövsiyəniz nə ola bilər? Belə tövsiyə çox da ağıllı kimi istəmirəm etmək, amma əsasən insan öz sevdiyi bir peşəni işə, şəxsi brendinə, nə bilim, şəxsi biznesinə çevriləndə daha uğurlu olur. Çünki sən bu işə bir hobbi kimi yanaşanda bu səni bezdirmir və sən sırf gəlirin ardından qaçmırsan, yəni çünki sənə bu işin özü də zövq verir. Prosesin içində də sən xoşbəxt ola bilirsən. Amma əgər sən bir biznesə sadəcə bir biznes kimi baxacaqsınsa, bu mənim şəxsi fikrimdir, bəlkə də mən yanılıram. Həm o yolculuq daha çətin ola bilər. Həm də daha yorucu ola bilər. Daha stresli olur. Bəli, və insan bir nöqtədə yorulandan sonra artıq etmək istəmir. O pirilomlu moment olur da, sən artıq etməyəndə də o iş irəliləmir. Ən pis halda sən öz bacarığınla hobbi halında davam elətdirirsən və bu motivasiya özü mənbəyi olur. Belə deyək, siz bu sahəyə başlayanda bazarı araşdırmışdınız, rəqiblərinizə baxmışdınız və yaxud ilhamlandığınız, nümunə götürdünüz. Kifayət qədər rəqibiniz var, kifayət qədər brendlər var, fərqlənmək üçün nələrsə elədiniz və yaxud qorxularınız. Əslində mən indinin özündə də günbəgün də takib eləyirəm kimlər var, kimlər nə çəkir və s. şeyləri, yəni gözdən qaçırmıram. Baxmayaraq ki, bəlkə mənim öz bir nöqtəyə çatmış olaraq olsam da. Təbii ki, ilk başdan mən onları araşdırdım və gördüm ki, elə bir boşluq var. Amma siz az öncə marketinq barədə dediniz. Mən biznesimin tam ortasında 2 il sonra bununla bağlı bir təhsil aldım. Magistratura təhsilini aldım İstanbulda və bu da gözəl bir təcrübə oldu və biliklərimə də bir əlavə oldu. Çünki Türkiyə bilirsiniz ki, bu satışda, müştəri xidmətində çox gözəl. Film olmasa da reklamlar çox qəşəngdir həqiqətən. Reklamlar bacarırlar, mən düşünürəm. Reklam ümumiyyətlə müştəri məmnuniyyəti onlarda ilk başdadır, yəni atelcilik olsun və s. şeylərdə. Ona görə oranı seçdim. Həm marketinq, həm brendinq üzrə magistratura oxudum və o da mənə bir qatqı verdi və məni növbəti mərhələyə çıxarmağa kömək elədi, düşünürəm. İlk növbədə Sevil xanım tanınmaq üçün, biznesinizi satmaq üçün hansı vasitələr atdınız bəs? Təbii ki, ən belə deyək, yaranıb artıq nə etdiniz? Ən xərci az olan təbii ki, sosial mediadır. Yəni orada hər kəs üçün giriş-çıxış var və hər kəs özünə bir səhifə açıb orada nələrsə paylaşa bilər. Mən də onlardan biri kimi elə etdim. Sosial mediadan başladım. Sonrakı etaplarda artıq hansısa bir mağazalarla işbirliyi oldu. Sonra sayt quruldu. Belə-belə. Amma sosial media məncə hamı üçün əl çatan və ucuz bir vasitədir. Sevil xanım, sizin əl işləriniz hansı ki, burada da görürük, orada qeyd olunub, hətta üstünüzdəki olan şalda. Yəni orada mən bilirəm ki, incəsənət ruhlu insanlar öz ruhlarını həmin cızdıqları rəsmə qoyurlar. Sizin ruhunuz burada nə əks etdirir? Sizin ruhunuz burada rənglərə baxanda, xəttlərə baxanda, sizin ruhunuz hansı rəngdədir və yaxud da yəni bu rənglərin hekayəsi nədir? Çünki hər bir rəngin, hər bir işin arxasında bir hekayə var. Təbii ki, şəxsi mənim öz sevdiyim ən çox firuzəyi rəngdir. Bu dəniz dalğası rəngi çox sakitləşdirən. Amma ümumiyyətlə rəngarəngliyi sevirəm. Tez-tez nar ornamentindən istifadə etdiyim üçün təbii ki, bütün qırmızının çalarları bura girir. Bizim xalçaçılıqda olan ornament isə çalışıram ki, o rənglərə yaxın bir rənglərdə istifadə olunsun. Düzdür, əvvəlki dönəmdə daha solğun rənglərdə onların daha rəngli versiyasından istifadə edirəm. Bir də baxıram, məsəl üçün burada Qobustan kompozisiyası var. Bu da torpağa yaxın, quma yaxın rənglərdən çalışmışam istifadə edeyim və onun əksi belə yaşıl kimi rənglər.
Aha, Silvi xanım, bəs 2020-dən bu yana böyük bir yol qət eləmisiniz, iş görmüsünüz. Qarşılaşdığınız kriz nöqtələrdə nə işlərini atmısınız ki, o problemi həll eləmisiniz? Ümumiyyətlə, qarşılaşdığınız risklərdə nə iş görürsünüz? Risklər hər işdə var, ya bu normaldır və qaçılmazdır. Təbii ki, vəziyyətə görə çalışıram çıxış yolu tapım ya axtarıram. Bəzi hallarda olur ki, məndən daha təcrübəli insanlara müraciət edirəm. Amma ki çox belə deyim super bir krizislə rastlaşdım, elə bir şey də olmadı. Xırda bir problemlər olub təbii ki, müştərilərin bəziləri məmnun olmayıb, hansısa partiyalar gec hazırlanıb, nələrdəsə gecikdirmə olub. Bəli, onu bir tərəfdən də özümü hardasa bəraət qazandırıram, çünki mən elə də böyük bir komanda ilə işləmirəm. Bir işin çox hissəsi öz üstümdə olduğu üçün təbii ki, mən daha kiçik addımlarla gedirəm. Yəni bu elə də sürətli olmur. Amma əsas odur ki, mən daha çox kolleksiyalar yaratmaq istəyərdim. Hal-hazırda daha az var. Mən sizə mən xoş kəsdim. Həm də mən məsləhət kimi çıxmaz. Mən məsləhət görürəm ki, böyük addımlar atmaq kiçik komanda ilə işləyin. Bunun ən böyük səbəbi mən düşünürəm ki, bu günləri bizim həqiqətən bazarımızda böyük brendlər var və mən inanmıram ki, həmin brendlər öz rəqiblərini Silvi xanım kimi izləsinlər, takib etsin. Çünki vaxtları yoxdur. Komanda idarəsindən, yoxsa şərfləri istehsal etsinlər, yoxsa bunları satsınlar. Bəli, yeni dizayn olsun, trendlərimi izləsinlər. Bəli, böyük bir. Onlar artıq özlərinə fokuslanırlar, rəqiblərini görmürlər. Rəqibə məsələn Silvi xanım kimi bazarda bir rəqib yaranıb, onlar nəzərinə baxanda və rəqibi Silvi xanımı görmürlər, tanımırlar. Buna görə bunları dezavantajı çevirir, mənfi nüansı çevirir. Mən böyük addım atmağınızı inşallah ki, arzulayıram, amma kiçik komandalarla işləməniz məncə daha yaxşıdır ki, siz rəqiblərinizi də görürsünüz. Nəinki artıq öz dizaynerinizi olmaq, rəqiblərinizi artıq seçirsiniz, bu onu yaratdı, onu yaratdı. Düzdür. Elə bir şey var ki, böyük komanda ilə işləməyin öz müəyyən çətinlikləri var. Orada menecment daha güclü olmalıdır və yaxud sən daha çox mütəxəssislər tutub və onlara ödəməlisən, sənin brendin artıq elə bir gəlir nöqtəsinə çatmalıdır ki, sən bunu bacarasan. Olmadığı halda təbii ki, bir çox işləri mən özüm görməyə məcburam. Məcburam deyərkən az öncə də dedim, mən öz üzərimdə işlədim və bu işi sevdiyim üçün, yəni ki, mənim xoşuma gəlir bu prosesin içində olmaq və fikirləşirəm ki, bir neçə mütəxəssis tutub onların işini yoxlamaq da mənə yorucu olacaq. Təbii ki, elədirsə özüm görürəm. Ən yaxşısı təbii ki, İşinizdə hər tərəfli bələd olursunuz, özünüz öhdəliyin çoxsa sizdə olanda. Bəli, mütəxəssisimiz qrafik dizayner tapır. Məsələn, təbii ki, adamı xoşlar ki, kiməsə indi iş tapırlar, işləyir, o başqa məsələ. Amma nə qədər ki, ağızlı sual qalacaqsa ki, görsən, mənim istədiyim kimi cızma qara edirmi? Çətin olur. Yəni bir nöqtəyə gəlmək çətin olur. Sənətkarın ürəyinə toxunan insan çox az olur. Keçən podkast çəkimizdə İsmət bəydə ki, İsmət bəy sual vermişdi ki, bəs mən başa düşmürəm də bir qoyublar Louvre muzeyinə və ya hansı bir muzeyə rəsmə gəlib baxsa bir dənə nöqtə var. O nöqtə nə adətən? Niyə ona milyonlar verirəm o nöqtəyə? O nöqtəyə mən də qoyaram evdə. Amma incə sənət. Amma fanatlar saatlarla durur o tablonun qabağında, baxırlar ki, nədir görəsən orada. İsmət orada qeyd etdi ki, yəni ora çəkən rəssam və sizin kimi o ruhunu qoyur, hansı bir hekayəni qoyur və o hekayəni qoyduğu üçün onu anlayan insana o maraqlı gəlir. Bəli, düzdür. Yəni rəsmdə ümumiyyətlə kreativ insanların bilirsiniz ki, vizual tərəfi daha güclüdür və onların təsəvvüründə bəzi şeyləri, yəni sadə sıradan özünü o mövzuda inkişaf etməmiş insan görməyə bilər. İstəyər rəsm olsun, istəyər naxışlar olsun. Bəzi şeyləri, məsəl üçün, hətta mənim kompozisiyalarımda mən izah eləyəndə insanlar görür, burada buymuş, burada bunu əks etdirmək istəmirsiniz. Doğru deyirsiniz, yəni. Sevgi xanım, bəs biznesdə xanımlarımızın rolu nə dərəcə böyükdür? Sorğulanmaz. Təbii ki, maraqlıdır mənim üçün. Bizim moda sahəsində deyək o zaman, gəlin daha spesifikləşdirək. Ümumiyyətlə o biri mövzularda da mən statistikanı izləyirəm, amma Azərbaycanda son illərdə bəli bir dinamika var ki, xanımlar önə çıxır. Mən görürəm ki, xanımlar həqiqətən dinamika var və önə çıxır. Var, bəli. Mən bunu belə şifahi də izləyirəm, statistikada da görürəm, amma nə dərəcədə o biri illərə görə var yüksəliş, amma ümumi kişilərlə qadınların faizi tam nə yerdədir bilmirəm. Təbii ki, kişilər həmişə hələ də vidushi qalırlar, yəni lider sırasında. Sizə görə və ya sizin qarşılaşdığınız nüanslara əsasən sizin qarşı problemlər daha çox olur, yoxsa fürsətlər ola bilər, problemlər ola bilər, fərqi yoxdur. Bu bilirsiniz biraz individual bir şeydir. Sahibkarlıqda gender problemləri deyək, sualımızı daha netləşdirək. Olur mu?
Bu biraz yenə dediyim kimi individual bir şeydir. Mən çox da rastlaşmıram. Bilmirəm mən belə uğurluyam, yoxsa mənə belə ulduzlar şans gətirir. Əslində hansısa bir momentlər olur, amma çözülür. İstəyir mühasibət tərəfindən, istəyir vergilənmə tərəfindən. Yəni bir neçə nöqtələr var ki, kiçik sahibkarlar işləyir və rastlaşır problemlə. Amma həlli tapılır, yəni səhv olsa da belə yerində həll edilir. Mən bu Sevil Artın biraz sahibkarlıq yanından danışmaq istəyirəm, biraz maliyyə hissəsindən danışmaq istəyirəm. Siz müştəriləri cəlb etmək üçün hansı strategiyalardan istifadə edirsiniz? Nəzərə alaq ki, moda sahəsidir, xanımların zövqləri müzakirə olunmazdır, rəngarəngdir, çeşid çoxdur. Nə edirsiniz ki, siz müştəri cəlbini dinamikasını saxlayasınız və yaxud artırasınız? Və ikinci əsas sualım, qiymət aralığını necə tənzimləyirsiniz? Belə bir şey deyim, ilk sualdan başlayacağam. Mənim müştərilərim müxtəlif kateqoriyalara bölünür. Onlardan biri xaricə gedən Azərbaycanlılardır ki, xarici insanlara qonaq aparırlar. Bu birinci kateqoriyadır. Təbii ki, insanlar istəyir nəsə lokal bir şey olsun, bizi əks etdirən, az da olsa bizim tariximizi daşıyan. İkinci kateqoriya buraya gələn xaricilərdir və hansısa şirkətlərlə əməkdaşlıq edən və oradakı işçilər onlara aldığı hədiyyələrdir. Növbəti kateqoriya bizim yerli insanlarda hansı ki buna dəyər verir və deyək ki, orta plus təbəqədədir və bunu almaq istəyirlər və özünə bunu icazə verirlər. Günün bugünü deyək ki, bu termosun qiyməti 60 manatdır. Yəni mən bilmirəm, orta statistika yəqin ki, hər kəs üçün də bu uyğun qiymət olmaya bilər. Amma orta və plus olan insanlara bu özlərinə icazə verə bilirlər belə bir şey almağa. Və sonuncu bir kateqoriya var ki, nişanlanan xanımlar ipək yaylıqların qırmızı çəhrayı rənglərində olan kolleksiya. Bəli, mən xüsusi onlar üçün də fikirləşirəm ki, o rəng çalarlarında olsun. O da ki, baxıram, yəni aylara baxıram, məhərrəmlik olanda o produksiyaları reklamaya qoymuram, çünki onsuz da alınmayacaq. Beləliklə, bəli, seçmişəm özümə bir audiensləri və onlara görə aylara görə baxıram və reklamanı tənzimləyirəm. Sevil xanım, mən amma daha çox Günə xanım biraz mani tərəfsə da hər şey pul deyil. Hər şey pul deyil. Hər şey pul deyil. İzləyicilərimiz üçün soruşuram ki, bəlkə arasında moda ilə məşğul olan bir şəxs var. İncə sənəti sahibkarlığa çevirmək istəyən şəxs var. Təbii ki, bir dənə də əlavə edim. Sahibkar olmaq və eyni zamanda yaradıcı olmaq ikisi bir arada asan bir şey deyil. Çünki sən yaradıcı ruhun imkan vermir çox da rəqəmlərə fikirləşəsən. Sən artıq fikrini yönəldirsən ki, bir yeni dizayn kompozisiya yaradasan. Amma rəqəmləri də təbii ki, kontrolda tutmaq lazımdır. Sənin gəlirlərin, gedərlərin, məhsulun, maliyyə dəyəri. Bunu hamısını düzgün hesablamaq lazımdır. Yoxsa ilin sonunda iflas edə bilərsən. Təbii, o zaman Günə xanımın sualına qüvvət, bir dənə mən sual verim. Yaradıcılığı biznesə necə çevirmək olar? Bacarığı biznesi çevirmək necə ola bilər, məsəl üçün? Necə tövsiyə edərsiniz? Ən əsas, ən azı bir dənə addım etməkdir ki, buna doğru. Yəni, istədiyiniz bir şey varsa, ona doğru bir addım etmək. Nəsə öyrənməkmi, kimlərləsə əməkdaşlıq etməkmi, yəni bunun içində bir çox şey var. Çünki yaradıcılıq tək rəsm deyil də, bu ifaçılıq da ola bilər və s. şeylər. Hansısa ilkin addımlardan başlamaq lazımdır və düşünürəm ki, qorxmamaq lazımdır. Çünki nə qədər ki, bu qorxu olacaq, imkan verməyəcək ki, insan özünü reallaşdırsın bu planı və yolu üzərində. Amma konkret bir ssenari təbii ki, peşəyə görə verilməlidir. Yəni, buradan yanlış məsləhətlər də vermək istəmirəm. Məsəl üçün, biz məsəl üçün layihələrimizi Günə xanımla başlayan zaman spontan qərar verirdik. Bu olsun mu? Olsun. Beynimizdə ssenariyanı qururuq, məsəl üçün, bunu edirik. Amma siz necə? Sizin sferanız tamam fərqlidir. Burada ən başdan strukturu möhkəm qurulmalıdırmı? Yoxsa spontan da bizim kimi qərarlar verə bilirsiniz? Gedişata uyğun qərar dəyişə bilirsinizmi? Yoxsa bu gedişatsa qərar dəyişmək daha bir çətindir? Əslində mənə görə gedişatın içində qərar dəyişmək çətin deyil. Çünki yəni mən özümdə biraz belə flexible insanım. Qurduğum bir iş də bəli elədir ki, yəni yönünə görə bir şeylər dəyişdirə bilərəm. Amma bunu da qeyd edim ki, mən ilk başda elə də böyük bir sərmayə ilə başlamadım. Bəlkə kiminsə biznesi daha çox ağır, bəli, bir holding şəklində bir şeyə başlayacaqsa, orada bu məsləhətlər biraz yersiz olar. Orada hər şeyi dəqiqliyi ilə sahib başlamaq lazımdır. Amma kiçik bir sahibkardan söz aparırıqsa, cəsarətli olub və məncə ilk başdan bir şeyə başlamaq lazımdır. Artıq işin içində də
əlavələr olacaq, yəni o onsuz Mənə görə deyildə. Addım Təbriz xanım böyük bir biznes sahib xanımdır. Kiçiyi məncə böyük yoxdur onun.